Salam, bugün sizinlə biologiyadan ikinci cəhd imtahanına hansı mövzular düşəcək bu barədə danışacağıq. Bildiyiniz kimi birinci qəbul imtahanında da belə bir video çəkmişdim və 30 sualın 30'u da dediyim kimi düşmüşdüm. Və qərar verdim ki, ikinci cəhd imtahanında da çəkməliyəm. Sadəcə olaraq bildiyiniz kimi artıq imtahana çox az bir müddət qalıb. Əslində mən bu videonu imtahandan bir həftə əvvəl çəkmək istəyirdim. Təəssüf ki, vaxt səbəbindən alınmadı. Bu günə qismətmiş. Və burada gördüyünüz kimi həmin mövzuları qeyd etmişəm. Çox vaxt almaq istəmirəm. Birbaşa keçmək istəyirəm ki, nələr düşəcək. Deməli, mən düşünürəm ki, histologiyadan orada sual olacaqdı və bu orqanoidlərlə bağlı ola bilər. Xüsusilə mitoxondriyadır, xloroplastdır, endoplazmatik şəbəkədir. Hətta hamar dənəvər olmaqla ikiyə ayrılmış, yəni formasında da verə bilərlər. Bundan əlavə Holc aparatı da düşə bilər. Yəni, bir də ki, membran quruluşuna görə bir membranlı, iki membranlı, membransız olmaqla belə ayırıb sual hazırlaya bilərlər. Yəni, histologiya nəzərinizdə olsun, orqanoidlərə xüsusi bir fikir verəsiniz. Daha sonra düşünürəm ki, virus, bakteriya, göbələk və hətta burada gördüyünüz kimi şibyəni də qeyd etmişəm ki, şibyələrdən də əslində sual gözləyirəm. Yəni, şibyələr də düşə bilər. Xüsusilə şibyələri təkrar etməyinizi məsləhət bilərəm. Bundan əlavə virus, bakteriya, göbələklərdən də sual gözləyirəm. Bildiyiniz kimi, göbələklər də, bakteriyalar da demək olar ki, hər il düşür. Bu il də düşəcəyini düşünürəm. Bundan əlavə viruslar da çox yaxşı öyrənin. DNT tərkibli, RNT tərkibli olmağına görə, hepatit C-də lipid təbəqəsinin olmağına görə xüsusilə fərqləndiyin öyrənin. Bundan əlavə, yəni bu hissədə yazdıqlarımı öyrənməyinizi məsləhət bilərəm. Daha sonra hüceyrənin kimyəvi tərkibi, DNT, RNT, biosintez, ATF və mübadiləni burada qeyd etmişəm. Gördüyümüz kimi, hüceyrənin kimyəvi tərkibi deyəndə artıq burada bir neçə anlayışı mən açmışam. Yəni, gedib orada ATF-in də quruluşuna xüsusi fikir verin, DNT-nin, RNT-nin quruluşuna, məsələlərinə. Bundan əlavə zülal biosintezindən də düşə bilər və mübadilə hansılar ki, burada anabolizmdir, katabolizmdir. Bundan da əlavə olaraq energetik plastik mübadilə deyirik. Yəni, bunlar və bir də oksigenli parçalanma, oksigensiz parçalanmaya xüsusi diqqət yetirin. Bir də burada qeyd etməyi unutmuşam. Fotosintezdən də sual düşə bilər. Əslində bir neçə gündür fikirləşirdim ki, fotosintezdən, onun qaranlıq və işıq mərhələlərindən sual düşə bilər. Məsələn, yadda saxlayın ki, karbonun fiksasiyası qaranlıq mərhələdə baş verir və yaxud da ki, bundan əlavə mübadilədən də həmçinin deyə bilərik ki, oksigenli parçalanma hansı orqanoiddə baş verir? Yəni, bilirik ki, mitoxondriyada oksigensizdə, məsələn, sitoplazmada gedə bilər. Reaksiyalara xüsusilə diqqət yetirin. Fotosintezdə qırmızı bakteriyalar, yaşıl bakteriyalar və siyanobakteriyaların orada reaksiyalarına xüsusi diqqət yetirin. Xemosintezi də öyrənin. Düşə bilər əslində bunlardan da. Və orqanizmlərin çoxalması ontogenezdən də sual gözləyirəm. Necə bir sual ola bilər? Burada əsasən məsləhət bilərəm ki, çoxalma formalarına xüsusi diqqət yetirin. Heterogamet, homogametdən demək olar ki, hər il ikinci cəhd imtahanında düşür və mən həmişə bu hissəni keçəndə deyirəm ki, düşünün ki, bu ancaq ikinci cəhd imtahanı sualdır. Heterogamet, homogamet canlıları, erkəyi heterogamet olan, homogamet olan, dişisi heterogamet, homogamet olan canlıları xüsusilə öyrənin. İstiqanlı, soyuqqanlı olmaqlarına görə onları qruplaşdırın. Çoxalma formalarını öyrənin. Orada qeyri-cinsi, cinsi çoxalma. Məsələn, mən burada qeyd etmişəm partenogenez konjugasiya. Buna əlavə vegetativ çoxalmanı da öyrənin. Fragmentasiya olsun, tumurcuqlanma, ikiyə bölünmə və s. Bunları xüsusilə öyrənin. Bir də qeyri-tam və tam çevrilmə. Bunu həşəratlar üzərində əsasən deyirik. Bunları da öyrənin. Və bir də tam, qeyri-tam parçalanmanı mütləq öyrənin. Mərhələləri öyrənin. Blastula, gastrula, neyrula və s. mərhələləri xüsusilə orada diqqət yetirin. Bundan əlavə ovogenez, spermatogenezə də xüsusi diqqət yetirməyinizi məsləhət bilərəm və mitoz, meyoz. Mitoz, meyozdan mən sual gözləyirəm açığı. Orada məsləhət bilərəm ki, imtahandan getməmişdən, yəni bir gün öncə, artıq ayın 10-dur, yəni sabah və yaxud bugün mitoz, meyozu öyrənəsiniz, histologiyanı öyrənəsiniz. Belə. Burada əsasən qeyd etdiyim mövzuların demək olar ki, 70-80, hətta bəlkə də 100% düşəcəkdir.
Bir də ki, burada genetikanı qeyd etmişəm. Həmişə sual verirlər ki, bəs situasiya sualı nə olacaq? Situasiya genetikadan da ola bilər. Yəni ümumiyyətlə nədənsə ümumi biologiyadan gözləyirəm, amma keçən il hər iki cəhdə anatomiyadan düşmüşdü. Yenə də düşə bilər əslində, anatomiyadan da düşə bilər, amma ümumi biologiyadan da düşə bilər. Genetika sualı ola bilər və yaxud da ki, hüceyrənin biokimyasına aid bir sual ola bilər. Yəni ümumi biologiyadan da düşə bilər. Bunu da mütləq bilmək lazımdır. Və daha sonra burada genetika barədə də sual olacaqdı. Bu istər situasiya ola bilər, istərsə də adi bir sual. Nəsil ağacı düşə bilər, epistaz, tam dominantlıq, qeyri-tam dominantlıq, analiz-edici çarpazlaşma, Morgan qanunu və s. Və seleksiya hər il ikinci cəhdə, birinci cəhdədə hətta düşən mövzulardan biridir. Seleksiyada mənşə mərkəzlərinə, növdaxili çarpazlaşmaya, orada homoloji sıralar qanununa, qohum olmayan çarpazlaşma və Miçurinin aldığı orada Befler, Kitayka, Sarbefler və s. bunlara diqqət yetirmək lazımdır. Daha sonra burada təkamül təliminə, ümumiyyətlə yadda saxlayın ki, mikro təkamülü, makro təkamülü imtahana düşür. Burada alimlərə xüsusilə diqqət yetirməyinizi və geoxronoloji cədvəli əzbər şəkildə öyrənməyinizi məsləhət bilərəm. Xüsusilə proterozoidi, bundan əlavə Kembrini, Ordoviki burada xüsusi diqqət yetirin. Permə də həmçinin, bir də daş kömür, orada nələr baş verir, bitki heyvanlarda hamısına diqqət yetirin. Burada da Lamarckda, Kovalevskidə, Karl Ney, əsasda Darwin. Bunların haqqında bütün məlumatları, onların əsərlərini xüsusilə öyrənin. Və bildiyiniz kimi, ya 2024-cü il olmalı idi, ya da 2022-də situasiya sualı məhz alimlərlə bağlı idi. Yenə də düşə bilər, yəni buna görə hazır olmaq lazımdır. Və məsləhət bilərəm ki, orada filogenetik sıranı, atom filogenetik sırasını, bundan da əlavə olaraq qradasiya piləsində olan canlıları xüsusilə öyrənəsiniz. Bir də mən nədənsə klonlaşdırmadan sual gözləyirəm. Yəni Dollinin alınması ola bilər və yaxud siçanlarda, bundan da əlavə meymunlarda ola bilər ki, bunlarla əlaqəli bir sual düşsün. Yəni məsləhət bilərəm ki, klonlaşdırmanı öyrənin. Hətta səhifəmdə də klonlaşdırmanı izah etmişəm mövzusun. Antropogenezdən sual olacağını düşünürəm. Burada ən qədim ilk müasir insanlar, xüsusilə Neandertal, Kromanyon, bunlara diqqət yetirin və eyni zamanda da təbii ki, ən qədim insanlarda öyrənmək lazımdır. Meymunlara xüsusi fikir verin. Burada şimpanzedir, gorilladır, hippondur, orangutandır. Bunlarda olan hətta xəstəliklər, onlarda da qan qrupunda olmağına görə xüsusi diqqət yetirmək lazımdır. Ekologiya biosferdən hər il sual düşür. Burada əsasən qeyd etmişəm qida zənciri, produsent, konsument, redüksiyon. Hətta burada gözləyirəm ki, komensalizm, amensalizm, simbiotik həyat tərzindən də sual düşsün. Başqa nə düşə bilər? Qidalanma formalarına da fikir verin. Anatomiyadan isə hər il qəbul imtahanında cinsiyyət sistemindən mütləq sual olur. Bu ildə olacaq deyə düşünürəm. Sümük sistemindən, vəzilərdən, analizatorlardan və digərlərindən suallar gözləyirəm. Əsasən burada hansılar ola bilər demişəm və bu arada ikinci cəhd imtahanına əsasən ümumi biologiyadan daha çox sual düşür, amma anatomiyada imtahanın ən sevimli bölmələrindəndir. Xüsusilə cinsiyyət sistemidir, sümük sistemidir, vəzilərdir, analizatorlardır. Bunlara xüsusi diqqət yetirmək lazımdır. İfrazat sistemi və həzm sistemində xüsusilə öyrənməyinizi məsləhət bilərəm. Vitaminləri öyrənin. Bundan əlavə xəstəlikləri, hansı ki, tənəffüs sistemidir, qan-damar sistemidir, qanla yoluxan xəstəliklər və yaxud da ki, bundan əlavə tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, bunların hamısını öyrənmək lazımdır. Burada da analizatordan qulaq və ya göz düşə bilər. İlk sidik, son sidik məsələlərinə mütləq fikir vermək lazımdır. Sümük sisteminə, birləşmələrinə və sınıqlara, mütləq sınıqlara fikir verin. Sınıqlar düşə bilər, həmin sınıqlar baş verən zaman nə cür davranmalıyıq, bunlara fikir verin. Aybaşı siklinə xüsusi diqqət yetirin, dölün inkişafına xüsusi diqqət yetirin. Vəzilərdə də əsasən qarışıq sekresiya vəzilərinə və digərlərinə təbii ki də ümumiyyətlə vəziləri çox gözəl şəkildə öyrənmək lazımdır. Orada baş verən xəstəlikləri, yəni patologiyalara xüsusi diqqət yetirmək lazımdır. Amilaza fermentinə xüsusi diqqət yetirin, pepsin maddəsinə xüsusi diqqət yetirin.
Bundan əlavə ali sinir fəaliyyətindən sual gözləyirəm. Belə sual ola bilər: şərti, şərtsiz refleks və yaxud da ki, yuxuya aid. Bu yuxudan məsələ də ola bilər. Adi mərkəzi harda yerləşir, yəni mərkəzinə aid bir sual ola bilər. Şərti, şərtsiz refleksdən də açıq sual gözləyirəm. Və heyvanlar aləminə gəldikdə isə bir hüceyrəli heyvanlar düşə bilər. Burada sarkodinlər sinifi də ola bilər, qamçılar sinifi də ola bilər. Mən burada əsasən Liamblia, Leishmania, Trypanosoma və bundan da əlavə Malyariyanı da bilirik ki, bu da bir hüceyrəlidir, sporlar tipinə aiddir. Malyariya da düşə bilər, infuzor tərlik də düşə bilər. Yəni xüsusilə bir hüceyrəli heyvanlara diqqət yetirmək lazımdır. Xəstəliklərə diqqət yetirmək lazımdır, sindromlara diqqət yetirmək lazımdır. Sindromlar da düşə bilər. Bundan əlavə quşlardan da hər il sual olur. Mən burada qeyd etmişəm biohelmint, geohelmint, təmas helmintlərinə xüsusi diqqət yetirin. Onların həyat dövriyyəsinə, xəstəliklərinə xüsusi diqqət yetirmək lazımdır. Burada sindromları yazmışam. Sindrom yuxarıda yazmalıydım. Əslində hazırlığım var deyə bunu çox sürətlə hazırlamışam. Və bundan əlavə mollysklardan, buğumayaqlara xüsusi diqqət yetirin. Buğumayaqlar sevimli bölmələrdəndir. Xərçəngə də aid düşə bilər. Həşəratdan da açığı gözləyirəm. Hörümçək də düşə bilər. Xüsusi diqqət yetirin. Əqrəbin orada növlərinə, onun quruluşuna xüsusi diqqət yetirin. Xərçəngimlərə də xüsusi diqqət yetirin. Burada balıq suda qurdu yaşayan sürünən qrafik tipli sual ola bilər və bilirik ki, artıq illərdir ki, qəbul imtahanında qrafik tipli Eylervin dairəli suallara xüsusi diqqət yetirirlər. Təbii ki, bütün mövzuları mükəmməl şəkildə bilmək lazımdır, amma eyni zamanda müxtəlif tip testlərlə də tanış olmaq lazımdır. Bundan əlavə balıqdan suda qurdu yaşayan dediyim kimi sürünənlərdən belə bir sual ola bilər. Qrafik tipli tək də düşə bilər. Tək məsələn amfibi düşər, sürünən düşər, balıq da düşə bilər, amma qrafik tipli də ola bilər. Quşlar və məməlilər də sevimli bölmələrdəndir. Hətta belə bir sual da ola bilər ki, quşlarla balıqları orada Eylervin dairəsinə salar və yaxud da ki, sürünənlərlə quşları yəni yaza bilər. Quşlar və məməliləri də həmçinin. Orada xüsusilə də qan damar sisteminə, sümük sisteminə, həzm sisteminə diqqət yetirin. Məsləhət bilərəm ki, neştərçəni də oxuyasınız. Neştərçədən də tək halda bir sual düşə bilər. Sonra mitoz, meyoz. Yəni bunlardan da sual gözləyirəm. Fotosintez. Burada qeyd edim. Vegetativ generativ orqanlara gəldikdə isə həmişə demişəm, metamorfoza xüsusi diqqət yetirin. Yarpaq metamorfozu olsun, yəni diqqət yetirmək lazımdır. Bundan əlavə çiçək qruplarından sual gözləyirəm. Çiçək qrupları olmasa meyvə tipindən düşə bilər və toxumdan, toxumun quruluşuna xüsusi diqqət yetirin. Bir ləpəli, iki ləpəliyə xüsusi diqqət yetirin. Meyvə tiplərinə diqqət yetirin. Quru meyvələr, şirəli meyvələr, çiçək qruplarına, sadə mürəkkəb olmaqla hamısına diqqət yetirin. Yosun, mamır, qıjı üçü birlikdə bir sual sala bilər və bundan əlavə qıjı yazmışam. Plaun, qatır quyruğu da təbii ki düşə bilər. Daha sonra, yəni bunları Eylervin dairəsi də hazırlaya bilərlər. Bundan əlavə tək-tək də təbii ki də düşə bilər. Qrafik tipli sual ola bilər. Çılpaq toxumda, örtülü toxumda yenə sevimli bölmələrdəndir. Xüsusilə fəsilələrə, çiçək düsturlarına, meyvə tiplərinə, çiçək qruplarına diqqət yetirin. Yabani nümayəndələrinə, mədən nümayəndələrinə diqqət yetirin. Bundan əlavə burada da qeyd etmişəm 22-ci hissədə tozlanma, qoza tipləri, toxumun yayılması, yaşılımtı, sarımtılı çiçəklər. Bunlara niyə yazmışam? Çünki hər il əslində demək olar ki, düşür. Eylervin dairələrində görmüşəm bir neçə dəfə belə bir sualı. Yaşılımtıl, sarımtıl çiçəklər və yaxud da ki, qozalardan da hətta belə sual hazırlayırlar. Bunu bu formada da yazırlar. Çılpaq toxumlu, örtülü toxumları müqayisə edirlər. Belə suallar düşə bilər. Mən həmişə məsləhət bilərəm ki, 2-ci cəhd imtahanında 9, 10, 11-ci sinif, xüsusilə də 10-cu sinifi çox mükəmməl şəkildə öyrənəsiniz və anatomiyanı. Çünki anatomiyadan hardasa 4-5 dənə sual, ümumi biologiyadan 6-7 sual, bitkilərdən 2, 3, hətta 4 sual düşə bilər. Heyvanlardan da həmçinin belə 3-4 sual belə, yəni ki, hazırlayırlar sualları. Yəni ki, əsas orqanoidlərə, virus, bakteri, göbələklərə xüsusi diqqət yetirin. Onlar düşür.
Genetikadan sual gözləyirəm. Seleksiya düşür hər il demək olar ki, təkamül təlimi hər il düşür. Yer üzərində həyatın əmələ gəlməsinə, geoxronoloji cədvələ xüsusi diqqət yetirin. Homoloji, analoji orqanlara, heteroqamet, homoqamet olmağına, mitoz meyvza xüsusi diqqət yetirin. Situasiyada yenə dediyim kimi situasiya sualı ümumi biologiyadan da ola bilər, genetika düşə bilər və yaxud da ki, digər ümumi biologiyaya aid suallar anatomiyada ola bilər. Bir də ki, burada məsələn keçən ilə düşmüşdü podaqa, xüsusi diqqət yetirin. 11-ci sinifin sonuncu bölməsidir. 7-ci ya da 8-ci bölmədir ki, onu məsləhət bilərəm ki, mütləq oxuyun. Hətta belə hər şeyi, bütün proqramı bitirmisinizsə, bir də şişlərə də göz gəzdirin. Alimlərin mütləq hansı fəaliyyətləri olubsa, mütləq fikir verin. Biogenetik qanunu da öyrənin, məsləhət bilərəm. Belə, yenə də ayrı nə sualınız olsa, buyurub verə bilərsiniz. Şərh bölməsinə də yazarsınız. Düşündüyüm suallar belədir və həmişə də Eylerven dairəli qrafik tipli suallara xüsusi diqqət yetirirlər. Bunlara da diqqət yetirərsiniz. Anatomiyadan da məsələn mütləq cinsiyyət sistemidir, sümük sistemidir, düşür, vəzlər düşür, analizatorlar düşür. Bunlara diqqət yetirmək lazımdır. Məməlilərə, quşlara, balıqlara, yəni mütləq burada qeyd etdiklərimi və dediklərimi öyrənərsiniz. Hər birinizə uğurlar. Növbəti video izahlarda, videolarda görüşmək üzrə.